Salamlar, hər vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi bir psixoloji xəstəliyi olan şəxslər var, onların müalicəsi bitmir. Baxırsan, bu bədbəxtin palası 5 ay, 6 ay, 1 il gəl gedir, pullar tökülür, ortada nəticə yoxdur. Bu da bizi nədən qaynaqlanır? Daimi olaraq mənfi şeylər, mənfi psixoloji senzuralar beyində dönür. Və sənə qoyulan psixoloq tərəfindən qadağalar var ki, bu şeyləri düşünmə, bunu etmə, belə bunlar əksinə yaxud tərsinə, ziddinə gedildikdə və təbii ki, sən xeyir tapmasan, ziyan tapacaqsan və nəticə etibarilə də pro-psixoloji seanslar başlayır, daha ağır. Terapiyalar bir kənara qoyulur, sırf bu həmin tək olan psixoloqla artıq işləyirsən. Çünki bu dərəcədə sən xəstəsən ki, nəticə etibarı ilə nə müadilə bir effekt irəliləyişdə olmur və həmçinin də sənin ziddiyyətindən qaynaqlanır. Deyilənləri etməlisən. Əgər hər hansı bir növ yaş təbəqəsində müsbətə doğru inkişafı düşünürsənsə və düşünmürsənsə, əşi, tüpürüm bu günə zibilə qalsın, cəhənnəm olsun kimi şeylər olursa və nəticə etibarında da heç bir inkişaf gözləmə. Və insanların əksəriyyətdə daima olaraq bu problemlərlə üzləşirlər. Psixoloqa gedilir, niyə xeyri yoxdur ki? Bu qədər pullar döküldü. Allah səni bəlalı versin. Görürsünüz? Qeyri-etik ifadələri.